Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Konstitusiya və Suverenlik ilinə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların 18-ci Respublika Elmi Konfransının açılış mərasimi baş tutub. Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elmi xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar da iştirak ediblər. Salamlama nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO 18-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor, statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO 18 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb. Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə çatdırıb ki, konfransa Azərbaycanın 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılardan tezisləri qəbul olunub. Rektor Azərbaycan Dövlət Neft və Sənaye Universitetində gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb. Konfransda Elm və Təhsil Naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətləri və gələcək prioritetlər barədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetləri və məqsəd yalnız nəzəri biliklərinin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir. Nazir çıxışının sonunda NASCO 18-in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb. Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Qeyd edək ki, 2 gün davam edəcək konfrans çərçivəsində akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri elmi əsaslı innovasiya mövzularında panel müzakirələr və müxtəlif elmi istiqamətləri əhatə edən elmi məruzələr təşkil olunacaq. Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır. Bu günləri bildiyiniz kimi Azərbaycan Dövlət Neft Sənaye Universitetində 28-ci NASCO konfransı keçirilməkdədir. Yəni gənc tədqiqatçıların və doktorantların 28-ci konfransı keçirilməkdədir. Bu illəri konfransa rekord sayda müraciət daxil olmuşdur. Digər illərə münasibətdə bu illəri məsəl üçün 649 iştirakçı müraciət etmişdir öz konfrans materialları ilə. Onların arasından konfransın tələblərinə uyğun olaraq 610 iş seçilmişdir. Bu da 93% deməkdir ki, konfransın yüksək səviyyədə keyfiyyətə malik olması haqqında bizə məlumat verməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, bu illəri iştirak edən doktorantların və gənc tədqiqatçıların müxtəlif ali müəssisələrindən, təhsil müəssisələrindən olması da diqqəti çəkirdi. Belə ki, onlar 61, yəni ölkə daxilində 61 ali təhsil müəssisəsi və elmi tədqiqat institutunu təmsil edirdilər. Eləcə də bu illəri xaricdən 11 universitetdən, xüsusilə Türkiyədə, Almaniyada təhsil alan doktorantlardan da materiallar göndərilmişdir. Bu mənada qeyd etmək istərdim ki, istər iştirakçı sayına görə, istərsə də konfransa göndərilən materialların keyfiyyətinə görə bu ilki NASCO konfransı belə deyək ki, ən yüksək səviyyədə bütün rekordlara malik olmuşdur. Konfransın əsas əhəmiyyəti ondan ibarətdir ki, bu konfrans ümumiyyətlə ölkəmizdə gənc tədqiqatçıların və doktorantların tədqiqat qabiliyyətinin artırılması, müxtəlif elmi nəşrlərin beynəlxalq standartlara yazılması ilə bağlı təcrübələrinin artırılması üçün çox geniş imkandır. Belə ki, konfransın bu ildən belə deyək, qəbul qaydaları daha da sərtləşdirilmişdir. Konfransa qəbul olunan hər bir material həmin sahədə olan digər mütəxəssis tərəfindən də baxılmaqdadır. Zakir Rəhimli, Rəsul İsayev, Səs TV xəbər.